Mən sizə 4-cü sinif Azərbaycan dili qaydalarının izahını verəcəm. Əgər bu kimi izahların gəlməsini istəyirsinizsə, kanala abunə olaraq bildirişlər aça bilərsiniz. Keçək qaydalarımızın izahına. Deməli, ismin halları. İsmin hallarını uşaqlar bu şəkildə yadınızda saxlaya bilərsiniz ki, sözlər cümlədə bir-biri ilə dostlaşmaq istəyir. Bir-biri ilə dostlaşmaq üçün formalarını dəyişirlər. Biz də buna ismin hallaması deyirik. İsmin 6 halı var. Adlı kal, yerli kal, yönlük, təsirlik, yerlik və çıxışlı kal. Başlayırıq adlı kaldan. Uşaqlar, adlı kal sözün özüdür. Yəni heç bir şəkilçisi olmur. Kim, nə, hara suallarına cavab verir. Məsələn deyirəm alma. Almaya sual verirəm. Alma. Nə? Alma. Daha sonra yazıram məsələn əli, kim, əli. Məktəb, hara, məktəb. Bu sözlər adlı kaldadır. Keçirik yerli kal. Yerli kal əşyanın kimə və yaxud da ki, nəyə aid olduğunu, yəsini bildirir. In, in, un, ün şəkilçisi vasitəsilə formalaşır. Yəni ın üstü 4 şəkilçisi vasitəsilə kimin, nəyin, haranın suallarına cavab verir. Məsələn deyirəm əlinin çantası. Kimin çantası? Əlinin çantası. Bu çantanın sahibi Əlidir. Yaxud da ki, deyirəm ki, kitabın səhifəsi. Nəyin səhifəsi? Kitabın səhifəsi. Artıq səhifə kitaba məxsusdur. Sonra keçirik yönlük al. Yönlük al bir yerə və yaxud da ki, bir tərəfə yönəlməyi göstərir. A, ə şəkilçisi vasitəsilə formalaşır. Kimə, nəyə, haraya suallarına cavab verir. Məsələn, mən məktəbə gedirəm, haraya gedirəm, məktəbə gedirəm. Anaya kömək etdim. Kimə kömək etdim? Anaya kömək etdim. Sonra keçirik təsirlik al. Ay uşaqlar, təsirlik al hərəkətin hansı əşya üzərində icra olunduğunu göstərir. I, i, u, ü, yəni I üstü 4 şəkilçisi vasitəsilə formalaşır. Kimi, nəyi, haranın suallarına cavab verir. Deyirəm ki, almanı yedim. Nəyi yedim? Almanı yedim. Muradı gördüm. Kimi gördüm? Muradı gördüm. Sonra keçirik yerli çal. Bir şeyin harada olduğunu göstərir yerli çal ay uşaqlar. Harada yaxud da ki, kimdə olduğunu göstərir. Da, də şəkilçisi vasitəsilə formalaşır. Sualları da kimdə, nədə, harada suallarına cavab verir. Deyirəm ki, məsələn, evdə oturdum. Harada oturdum? Evdə oturdum. Deyirəm ki, Kərimdə qələm var. Kimdə qələm var? Kərimdə qələm var. Daha sonra gəldi çıxışlı kal. Ay uşaqlar, çıxışlı kal bir yerdən yaxud da ki, birindən uzaqlaşmağı bildirir. Və şəkilçisi də dan, dən şəkilçisidir. Kimdən, nədən, haradan suallarına cavab verir. Deyirəm ki, məktəbdən gəlirəm. Məktəbdən gəlirəm. Haradan gəlirəm? Məktəbdən gəlirəm. Dostumdan kitab aldım. Kimdən kitab aldım? Dostumdan kitab aldım. Bir də ismin hallarını qısa şəkildə üzərindən gedək. Deməli, ismin 6 halı var. Adlı kal, yerlik, yönlük, təsirlik, yerlik, çıxışlı. Adlı kal sözün özüdür. Heç bir şəkilçisi yoxdur. Kim nə, hara suallarına cavab verir. Yerlik kal əşyanın kimə yaxud da nəyə aid olduğunu bildirir. In, in, un, ün şəkilçisi vasitəsilə formalaşır. Kimin, nəyin, haranın sualına cavab verir. Yönlük hal bir yerə, bir tərəfə yönəlməyi göstərir. A, ə şəkilçisi vasitəsilə formalaşır. Kimə, nəyə, haraya suallarına cavab verir. Daha sonra gəldik təsirli çal uşaqlar. Təsirli çal hərəkətin hansı əşya üzərində edildiyini göstərir. Kimin, nəyi, haranın suallarına cavab verir. Yerli çal bir şeyin harada olduğunu, kimdə olduğunu göstərir. Kimdə, nədə, harada suallarına cavab verir. Çıxışlı kal bir yerdən yaxud da ki, birindən uzaqlaşmağı göstərir. Kimdən, nədən, haradan suallarına cavab verir. Bir də burada var ki, samitlə bitən isimlər yerli çalda ın, saitlə bitənlər isə nın şəkilçisi vasitəsilə formalaşır. Yəni nə deməkdir? Məsələn deyirəm ki, alma. Alma görürsünüz uşaqlar saitlə bitib. Mən alma ın deyə bilmirəm ki. Burada araya bir mütləq bitişdirici girməlidir. N bitişdiricisi girir. Daha sonra isə yerli çal şəkilçisi artırılır. Olur almanın. Ancaq məsələn yazıram stol. Artıq burada uşaqlar stol sözü samitlə bitir. Yaza bilərəm ki, stolun. Burada samitlə bitir, saitlə başlananda şəkilçi artıra bildik. Deməli samitlə bitdikdə ın şəkilçisi, saitlə bitən sözlərdə isə nın. Elə bil ki, nın dedikdə, yəni siz bunu bitişdirici kimi nəzərdə tutun da. Bizim bitişdiricilərimiz hansılardır? Deməli qələmimizi dəyişək. N, y, s. Bunların bitişdiriciləridir. Deməli araya bir n girir də. Yəni bitişdirici kimi istifadə olunur. İkinci şəkildəki n samiti iki sayd arasında işləndikdə bəli, burada da qeyd edilir bitişdirici samiti. Sonra keçirik deməli ay uşaqlar cümlənin baş hissələrinə. Cümlənin baş hissələrini nə təşkil edir? Cümlənin baş hissəsində mübtəda xəbər təşkil edir. Mübtəda ismin sualına cavab verir. Kim, nə, hara suallarına cavab verir. Xəbərdə nə edir, nə etdi, nə edəcək, necədir və yaxud da müxtəlif suallara cavab verir. Siz belə yadınızda saxlayın ki, cümlə bir komandadır. Mübtəda xəbərdə bu komandanın kapitanlarıdır, rəhbərləridir. Mübtəda cümlədə haqqında danışılan şəxs əşya haqqında bildirir. Yəni kim nə, hara sualına cavab verir. Məsələn deyirəm ki, Kazım dərslərini oxuyur. Dərslərini oxuyur. Kim? Kazım. Yaxud da ki deyirəm ki, pişik həyətdə oynayır. Yazıram ki, pişik həyətdə oynayır. Həyətdə oynayır. Nə? Həyətdə oynayır, pişik oynayır. Deməli, mübtədanın ifadə vasitələri də var. Mübtədanın xətti ay uşaqlar deməli götürək bir düz xətt mübtədanın xəttidir. Daha sonra mübtəda ismdən ifadə olunur. Ata evin dirəyidir. Kim? Ata. Ata burada isimdir. O tədbirə gecikdi. Kim? O əvəzliklə ifadə olunur. Qoca çətinliklə yeriyirdi. Burada qoca sözü sifətdir. Sadəcə isimləşibdir. İsmin sualına cavab verir. Ona görə kim sualını verilir. Deməli buradakı qoca sifətdir. Birincilər çox yorulmuşdu. Burada da birincilər saydı. Cəmlik şəkilçisi qəbul edib, isimləşib. Burada da deməli mübtəda sayla ifadə olunur. Yuxarılar daha soyuq olur. Burada da yuxarı sözü cəm şəkilçisi qəbul edərək isimləşib. Deməli mübtəda olur. Gülmək ona çox yaraşırdı. Burada nə ona çox yaraşırdı? Gülmək. Burada da feillə ifadə olunur. Sonra söz birləşməsi quşun qanadı qırılmışdır. Burada da üçüncü növ təyin söz birləşməsi ilə ifadə olunur. Ay uşaqlar, bəzən cümlənin mübtədası olmur. Biz onu xəbərdəki şəxs sonluğuna əsasən müəyyən edirik. Məsələn deyirəm ki, filmə getdilər. Filmə yazıram ki, getdilər. Filmə getdilər. Kim getdi? Onlar getdi. Baxın, xəbərdəki şəxs sonluğu vasitəsilə mən cümlənin mübtədasını müəyyən edə bildim. Yaxud da ki, burada var. Kinoya baxdım. Dönəm kim baxıb? Mən baxmışam. Balıq tutdu. Kim tutub? Biz tutmuşuq. Daha sonra keçdik xəbərə. Ay uşaqlar, xəbər deməli mübtədaya aid olur. İş, hərəkət hadisəni bildirir. Xəbərin də şərti işarəsi bu şəkildədir. Xəbərlər iki qrupa bölünür. Bir ay uşaqlar ismi xəbərlər, bir də ki, feili xəbərlər. İsmi xəbərlər adlarla ifadə olunur. Yəni ismi xəbər adlarla ifadə olunur. Feili xəbərlər isə yəni feillə ifadə olunur. Adlar dedikdə isim, sifət, say, əvəzlik, zərb, söz birləşmələri, məsdər. Daha sonra gəldi feil, sifət. Bunlar nəzərdə tutulur.
Daha sonra gəldik deməli fe'li xəbər. Fe'li xəbərlərdə nə edir, nə etdi, nə edəcək sualına cavab verir. Məsələn deyirəm ki, o qız çalışqandır. Necədir? Çalışqandır. Artıq burada görürsünüz ki, ismi xəbərdən ifadə olunur. Yaxud da ki deyirəm ki, o qız filmə getdi. Nə etdi? Getdi. Kim getdi? Qız getdi. Haraya getdi? Filmə. Hansı filmə? O filmə. Burada artıq getdi. Fe'li xəbərlə ifadə olunub. Sonra keçirik deməli frazoloji birləşmələrə. Frazoloji birləşmələr aşağılar 2 və ya daha çox söz yan-yana gələrək öz həqiqi mənasını itirir. Məcazi bir məna yaradır. Bu da adlanır frazoloji birləşmə. Uşaqlar, frazoloji birləşmələr sabit söz birləşmələrdir. Yəni sabit nə deməkdir? Mən onun tərəflərini dəyişə bilmirəm. Yəni sabitdir. Məsələn deyirəm ki, cin atına minmək. Minmək cin atı deyə bilmirəm. Hirsindən zəncir çeynəmək, zəncir hirs çeynəmək deyə bilmirəm. Məsələn, tabanına tüpürmək, tüpürmək tabanına deyə bilmirəm. Dil boğaza qoymamaq, boğaz dil deyə bilmirəm. Yəni frazoloji birləşmələr sabit söz birləşmələridir. Frazoloji birləşmələrin mənasını bir sözlə ifadə etmək olur. Məsələn, deyirəm ki, başa düşmək, anlamaq mənasını verir. Burnun ucu göynəmək, darıxmaq mənasını verir. Baxın, burada da deyir ki, tərkib hissələri ayrılmadan bir cümlə üzvü olur. Frazoloji birləşmələrin bir tərəfindən o bir tərəfinə sual verilir. Məsələn, qulaq asmaq, nə asmaq deyə bilmirəm. Qulaq etmək, nə etmək deyə bilmirəm. Yəni uşaqlar, qulağı hardansa asmaqda dinləmək mənasını verir. Başa düşmək, başı hardasa götürüb asmaqda anlamaq mənasını verir. Ağzını salmaqda susmaq, danışmaq mənasını verir. Yəni frazoloji birləşmələrin omonimliyi də var. Omonimlikdə yəni çoxlu məcazi deməkdir. Məsələn, işə düşmək. Biri var ayşələr maşın işə düşür, yazıram işə deməli, işə düşmək. Biri var maşın işə düşür. Biri var deməli, nəsə problem yaranır, işə düşürük. Daha sonra gəldi söz vermək. Biri var deyirəm ki, söz verdim ki, tətilə gedəcəm. Kiməsə söz verdim. Biri var məsələn, toyda mənə söz verildi. Bir də var aparıcıya söz verildi. Məsələn, kiməsə söz verirəm, vəd vermək mənasında işlənir. Bunlar da frazoloji birləşmələrin omonimliyidir. Daha sonra yaxın mənası eyni mənanı ifadə edir. Başa vurmaq, başa baxmaq. Məsələn, kiməsə elədiyimiz yaxşılıqları başa vururuq, sonra məsələn başına qaxırıq, üzə vururuq, dil otu yeyirik, dili ötürük. Yəni bu yaxın mənalıdır. Əks mənası da məsələn, qəlbi açılır, kiminsə sevinir, sonra qəm dəryasına batır. Yaxud da ki, dünyaya gəlir. Məsələn, insan dünyaya gəlir, daha sonra dünyasını dəyişir. Yəni bunlar da əks mənalıdır. Daha sonra omonimliyi də burada göstərilmişdir. Sonra keçirik deməli mürəkkəb fe'lərə. Uşaqlar, mürəkkəb fe'lər 2 və daha artıq sözün birləşməsindən əmələ gəlir. Yadınızda belə saxlayın ki, isim və sifətin ayrı yazılanı yoxdur. İsim, sifət, bunların ayrı yazılanı yoxdur. Fe'lin də bitişik yazılanı yoxdur. Fe'llər ayrı yazılır. Deməli, biləcəyi defislə yazılır. Kiçik barışmaq, əks mənalı sözlərin birləşməsindən yaranır, defislə yazılır. Yaxın mənalı, məsələn, silib süpürmək, ölçüb biçmək, çalışıb vuruşmaq. Burada da deməli, yaxın mənalı yenə də defislə yaranır. Ol, et, bil, qıl, bunlar vasitəsilə ediləndən deməli, ayrı yazılır. Məsələn, deyirəm kömək etmək, yardım olmaq. Bunlar nəzərdə tutulur. Daha sonra gəldik deməli, frazoloji birləşmələrdən ibarət olanlar da mürəkkəb fe'ldir. Məsələn, deyirəm ki, cin atına minmək, gözü kəlləsinə çıxmaq, çiçəyi çıtlamaq, qəm dəryasına batmaq, bunlar da yəni mürəkkəb fe'l sayılır. Sonra keçirik uşaqlar, omonimlər və çoxmənalı sözlər. Uşaqlar, omonimlər deyilişi və yazılışı eyni, mənaları müxtəlif olan sözlərdir ki, biz onlara omonimlər deyirik. Yəni deyiliş də eynidir, yazılış da eynidir. Məsələn, yazıram bal. Biri var yediyimiz qida kimi istifadə olunan bal, bir də var ki, imtahandan toplanılan bal. Bunların deyilişi və yazılışı eynidir, sadəcə olaraq məna müxtəlifdir. Yaxud da ki, yazıram məsələn bel. Biri var bizim insanın beli, bir də var ki, deməli, bel. Yəni sizin bildiyiniz məsələn lopatka. Bu mənada işlənir. Daha sonra gəldi xal. Biri var insan üzərində olan xal, məsələn, insanda olan xal, bir də var ki, imtahandan topladığımız xal. Yəni bunlar deməli məsələn deyirəm ki, tut. Biri var meyvə tut mənasında, bir də var ki, deyirəm topu atıram tut. Yəni burada omonim kimi işlənir. Yəni omonimlərin deyiliş də yazılışı da eynidir, sadəcə olaraq məna müxtəlifdir. Sonra gəlirik deməli, bu omonimlərə aiddir. Baxın, qaş verib insanın qaşı, biri var üzüyün qaşı, yaş, biri var yer yaşdır, bir də var ki, insanın yaşı. Daha sonra gəldik deməli qazanda, bitdi, dardı. Bunlar da omonimlərə aid olan nümunələrdir. Çoxmənalı sözlərdən dəstədəyim. Çoxmənalı sözlərdə təbii ki, omonimlər həm eyni, həm müxtəlif nitq hissəsinə aid ola bilər. Ancaq çoxmənalı sözlər məcazi məna burada olur, amma omonimlərdə yalnız həqiqi mənadır. Belə yadınızda saxlayın ki, omonim bərabərdir həqiqi məna. Ancaq çoxmənalı sözlərdə artıq məcazi mənada göstərilir. Belə yadınızda saxlayın ki, bədən üzvlərimizin demək olar ki, çoxu çoxmənalı sözlərə aiddir. Bir də məsələn, necə? Biri var göz, biri var insanın gözü, bir də var insan gözünə baxırlar, gedirlər şkafda belə gözlər yaradırlar. Yaranır şkafın gözü. Diş, biri var insanın dişi. İnsan dişinə baxırlar, gedirlər yaradırlar. Məsələn, yaranır darağın dişi. Məsələn, ayaq, insan ayağına baxırlar, gedib yaradırlar stolun ayağı. Yəni bunların hamısı çoxmənalı sözlərə aiddir. Çoxmənalı sözlər isə nitq hissəsi baxımından eyni nitq hissəsinə aid olur. Omonimlər fərqli. Omonimlərdə məna həqiqi olur, ancaq çoxmənalılarda isə məna məcazi olur. Daha sonra keçirik deməli sözlərin fonetik təhlilinə. Ay uşaqlar, deməli fonetik təhlil. Fonetik təhlil dedikdə sözün tərkibi göstərilir, sait səslərin növləri təhlil olunur. Yəni sözlərin hecaları göstərilir, ahəng qanunun olub olmadığı müəyyən edilir. Yəni ki, bu da fonetik təhlilə aiddir. Yəni ay uşaqlar, belə yadınızda saxlayın ki, v, a, h, va bu şəkildə yadınızda saxlayın. Vurğu, ahəng qanunu, heca. Deməli, vurğudur, ahəng qanunudur, hecadır. Bunlar yazılış əsasına aparılır. S. Sait, samit səslər isə bunlar tələffüz əsasına aparılır. Deməli, məsələn, yazıram ki, usta. Usta sözündə deyirəm ki, ahəng qanunu var. Bəli, bu yazılış əsasına aparılır. Ahəng qanununa tabedir, vurğusunu da müəyyən edirəm. Amma ki, məsələn, deyə bilmərəm ki, usta sözündə t kar samitlər iştirak edir. Mən bunu deyə bilmirəm. Bunu tələffüz əsasına aparıram. Yadınızda saxlayın ki, 2 dənə kar samit yanaşı gəlirsə, ikincisi öz cingiltili qarşılığı ilə əvəz olunur. T samiti kardır, onun cingiltili qarşılığı nədir? D. Deməli, usta sözü tələffüz olunacaq usta şəklində. Yəni burada deməli d cingiltili samiti iştirak edir. D cingiltili samitdir, kar qarşılığı da t-dır. Yəni deməli, sait və sabit səslər
yazılışı əsasən vurğu ahəng qanunu isə tələffüzə əsasən aparılır. Sonra keçirik qrammatik şəkilçilər. Deməli, ay uşaqlar, qrammatik şəkilçilər cəm şəkilçiləridir, ismin hal şəkilçiləridir, mənsubiyyət şəkilçiləridir, ismin şəxs şəkilçiləri, yəni xəbərlik şəkilçiləridir, feilin zaman şəkilləridir, feilin şəxs sonluqlarıdır, şəxsi kəmiyyətə görə dəyişməyən, yəni təsriflənməyən feillərdir, inkar şəkilçisidir, bir də sifətin dərəcə şəkilçiləridir, bunlar qrammatikdir. Yəni qrammatikin işarəsi budur, leksikin işarəsi isə yaşıl rəngdə olandır. Əgər bir şəkilçinin qrammatik yaxud da leksik olduğunu qatırsınızsa, siz həmin sözə sual verin. Əgər sualın tərkibində çıxış eləyirsə, o şəkilçi qrammatikdir. Məsələn, deyirəm ki, gedirdilər. Nə edirdilər? Artıq irdilər. Sualın tərkibində çıxış eləyir. Sualın tərkibində çıxış eləyən şəkilçilər qrammatik şəkilçidir. Çıxış eləməyən şəkilçi isə leksik şəkilçidir. Məsələn, deyirəm ki, əkinçilik. Artıq burada deyirəm əkinçilik, nə əkinçilik? Burada sualın tərkibində heç bir şəkilçi iştirak eləmədi. Ək, əkin, əkinçi və əkinçilik. Buradakı şəkilçilər də olacaq leksik. İndi məsələn deyirəm ki, kitablar. Nələr? Kitablar. Burada görürsünüz sualın tərkibində çıxış elədi. Deməli, qısa qeyd, sualın tərkibində çıxış eləyən şəkilçi qrammatik, sualın tərkibində çıxış eləməyən şəkilçi isə leksik şəkilçidir. Mənsubiyyət ay uşaqlar, ımız, ısırlar. Yəni ki, mənsubiyyət mənsubdur da, bir şeyin bizə mənsub olduğunu bildirir. Məsələn, deyirəm mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabları. Yəni ki, bu şəkildə göstərilir. Yaxud da ki, deyirəm ki, məsələn, burada da verilir mənim dostum, sənin dostun, onun dostu, bizim dostumuz, sizin dostunuz, onların dostları. Ay uşaqlar, mənsubiyyət şəkilçisini bəzən təsli çalıb, yaxud da ki, yəli çalla qarışdırırsınız, təsli yəli çalla. Mənsubiyyəti tapmağın ən yaxşı yolu qarşıya öz əvəzliyini qoyun, öz. Bir var deyirəm ki, məsələn, kitabım. İndi qarışdırıram ki, kitabın sözü yəli çaldadımı, yoxsa məsələn adlı kaldadımı. Deyə bilərsiniz ki, yəli yanlış şəkilçisi ın şəkilçisi vasitəsilə düzəlir. Yaxşı, bunu asan şəkildə tapıram. Amma məsələn kitabın. Kitabın sözü yəli çaldadımı yoxsa ki, adlı kaldadımı necə eləyərəm? Qarşıya öz əvəzliyi qoyaram. Deyirəm öz kitabın, sənin kitabın. Artıq burada deməli sənin kitabın, öz kitabın burada sənin mənsubdur. Ona görə də bu olacaq adlı kalda. Və yaxud da ki, məsələn təhsili çaldı olan, məsələn kitab. Əgər təhsili çaldadsa xəbərin yanında gələcək mütləq. Məsələn deyirəm ki, kitabı götürdüm. Artıq burada xəbərin yanında gəlir, hərəkətin yanında gəlir. Nəyi götürdüm? Kitabı götürdüm. Məsələn, burada da nümunələr veribdir. Əgər sözün əvvəlinə yəli çalı söz artırmaq mümkün olursa, mənsubiyyət şəkilçisi olur. Məsələn, kitabı itdi, öz kitabı itdi. Yəni qısa şəkildə yadınıza saxlayın ki, öz qoyun da qarşıya. Məsələn, kitabı itdi, onun kitabı itdi, düzdür, qoya bilirsiniz. Amma ki, yəni rahat şəkildə öz əvəzliyi qoya bilərsiniz. Burada onun kitabı itdi, məsələn, Lalənin kitabı itdi, qarşıya yəli çaldı olan bir söz qoya bilirsiniz, mənsubiyyəti tapa bilmək üçün. Amma ki, ən rahatı öz əvəzliyini qoymaqdır. Məsələn, burada da veribdir ki, kompüteri təmir etdim. Ay uşaqlar, kompüteri təmir etdim. Nəyi təmir etdim? Kompüteri hərəkətə aiddirsə təsiri çaldadır. Kompüteri xarab oldu, öz kompüteri xarab oldu, Lalənin kompüteri xarab oldu. Artıq burada yəli çaldadır. Həyəti təmizlədim. Məsələn, baxın görün hərəkətin yanında gəlib. Paranı təmizlədim, həyəti olacaq təsirlik. Həyəti çökmüşdü. Öz həyəti çökmüşdü, onun həyəti çökmüşdü. Burada da artıq mənsubiyyətdir. Sonra keçdik ay uşaqlar. Evin damı uçmuşdu. Evin damı. Baxın burada bir ın şəkilçisi yəli çal şəkilçisidir. Baxın evin damı, öz damı uçmuşdu. Deyə bilmirəm ki, öz damı uçmuşdu. Çünki öz damı uçmuşdu. Yəni məntiqsiz cümlədir. Evin damı uçmuşdu. Artıq burada evin sözü yəli çal şəkilçisidir. Çünki damın bir yəsi var. O da ki evdir. Evin çox uzaqdadır. Öz evin çox uzaqdadır. Buradakı artıq öz evin, sənin evin. Buradakı evin sözü isə ay uşaqlar mənsubiyyət şəkilçisidir. Evin, sənin evin, öz evin. Çünki mən qarşıya yəli çalı bir söz qoya bildim. Yəni əgər qarşıya yəli çalı bir söz qoya bilirəmsə, mənsubiyyətdir. Qoya bilmirəmsə yəli çalın özüdür. Məsələn deyir ki, sənin vətənin. Baxın ay uşaqlar, burada sən yəli çal şəkilçisi, yəni sən vətənin yəsisən də, sənin vətənin. Və vətən mənsubiyyət şəkilçisi in. Yəni sənə aid olduğunu bildirir, sənin vətənin. Buradakı sən, yəni sənin. Buradakı sənin sözündəki in yəli çal şəkilçisidir. Amma vətənin sözündəki vətənin sözündəki in isə mənsubiyyət şəkilçisidir. Yəni sənin vətənin, öz vətənin qarşıya qoya bilirik. Deməli, qarşıya öz əvəzliyi, yaxud da ki, yəli çallı bir söz qoya bilirəmsə bu olacaq mənsubiyyət. Qoya bilmirəmsə olacaq yəli çal.